Sinədə ağrı nədən olur? Sinədə ağrı ola bilər nədən? Qabırğaarası sinirin və yaxud da əzələnin ağrısına ola bilər və yaxud qabırğanın üstündə yığılan, loru dillə desək, o duz yığıntılarının siniri sıxması nəticəsində ola bilər və yaxud da ki, ürək stenokardiyası deyilən bir şey var, döş innağı. Bu döş sümüyünün hər zaman deyirəm, görsəniz ki, ürəyiniz solda ağrıyır, o ürək deyil, ürək ağrısı deyil, ürək nevrozu ağrısı ola bilər. Ancaq ciddi ürəyin işemik xəstəliklərində yumruğunuzu qoyun bura. Bu sümüyün, döş sümüyünün arxasında ağrı varsa, göynəmə varsa, o ağrı hətta bəzən görürsən, dayananda keçir, oturan kimi keçir. O artıq o döş innağıdır, stenokardiyadır və o ciddidir. Mütləq mənada təcili kardioloqa müraciət etmək lazımdır, onun qarşısı alınsın. Hiridoterapiya, zəli müalicəsi də çox gözəl effekt verir orada. O tac damarların, ürəyin tac damarının qorunmasında zəli müalicəsi çox gözəl effekt verir. Yəni, döş sümüyü arxasındakı ağrıları apara bilir.